mən dediyim şəxs, mən burada oturmuşam, danışıram da sizdən, düzdürmü? Mənim düşüncələrim indi hardadır. Elə bir siz onları burada tutmaq asandır. Asad deyil. Mən danışıram, video çəkirəm. O isə köhnə qonşumuz 30 il bundan qabaq bu nənənin yanındadır. Bax, ona sahib çıxmaqdan gedir söhbət və onu anlayanda başa düşürsən ki, cənnət də buradadır, cəhənnəm də buradadır, şeytan da buradadır, bax, beyin. Tanrı da buradadır, bəli. Hər şeyi şah damarınızdan yaxıram deyirsə, şah damarınızdan yəni sən bir yaradıcısan, sən bir özünü tanısan, hər şeyə qadirsən. Amma tanımısan sən özünü. Özünü tanımısan sən, basıb gedirsən Afrikaya, ora ad alırsan, nə bilim, hər şey eləyirsən, məqama çatmısan. Amma içində köləsən. Bu dünyada asılılıq, sigaret, narkotik deyil. Bütün davranışların asıllığıdır sənin. Bütün elədiyin hərəkətlər var ha. Heç biri sən deyilsən. Heç biri sən deyilsən. Sən bilsən nə vaxt olursan? Bir çətinə düşəndə, bir sıxıntıya düşəndə, ani moment, onda da anlaya bilmirsən. Amma ona sahib çıxanda, bəli, məni kimi şeirdə yazarsan, bütün fitri istedadların üzə çıxacaq. Və inanın ki, pulun, heç bir mahiyyəti yoxdur, heç bir anlamı yoxdur. Həyatın rəngi dəyişir, çaları dəyişir. İnsan xoşbəxtlik nədir, onu anlayır. Bir başqadır həyat. İnsan özü olur, azad olur. Azad, avtopilot, robot yox.